Deməli, ay millət, baxın, bura Kristal Abşeron Biləcəridir. Deməli, mən Lənkərandan gəlmişəm. Dünənləri gəldim ki, bayramda oğlumun evini keçirdim. Özümlə həyətimdən deməli, apelsin dərdim 4 kilo. 200 ədəd də limon gətirdim ki, bunları satın, benzin pul eləyəm. Nəzarətçilər gəldilər, dedilər ki, olmaz. Olmaz, olmaz da qardaş. Getdim, nədir bu? Komendantda icazə alım. Komendant orada yox idi. Bir qardaş vardı. Orada mənim əvəz yerimdə zəng vurdu komendanta. İcazə istədi ki, bəs bir valideyn gəlib oğlunun evinə. Bir xəldi ki, o, bunda mandarin şey var, apelsin, limon var, satır. Dedi ki, olmaz. Burada mağazindir, konkurensiya alır. Deməli, baxın. Mağazin qalmada süt mamulları, sonra toyuq, qatıq. Bunlara olar. Bunlar temboli alverçilərdir. Amma mən isə həyətin malını gətirmişdim. Mənə qoymadılar. Deməli, bu Biləcərdə. Deməli, burada monopoliyadır. Kimdən pul aldım? Qardaş, pul lazımsa pul verim, meyvə lazımsa meyvə verim ki, benzin pulumu çıxardım. Olmaz, yaxşı. Buna bəs kim cavab verəcək, cənab prezident? Baxın da, təmizliyi aparırsınız, əla edirsiniz. Faiq məndən kimdir, nəçidir burada? Kimdir ki, bu burada bu hegemonlar eləyir, qoymur. Kim istəyir ona qoyur, kim istəyir ona qoyur. O iki qardaşdır, mənə qoymadılar. Baba, bu iki olan nəzarətçilər daha. Baba, bu nəzarətçilər mənə qoymadılar. Xahiş edirəm, bir sərəncam çəkin.